Yeni iPhone 17 Pro modeli 168 balla TheMarket'ın kamera performansı reytingində 3-cü yerdə qərarlaşıb. TheMarket'ın ilkin tapıntılarına görə iPhone 17 Pro və Pro Max Huawei Pro 80 Ultra və Oppo Find H8 Ultra'dan bir qədər geridə, lakin Vivo H200 Ultra'nı qabaqlayır. Fotografiyada Vivo, iPhone-un 168-dən 173 bal daha aşağı balla liderlik edir. H200 Ultra daha yaxşı detal, dinamik diapazon və az işıqda performans təklif edir. iPhone kamerası dəqiq ekspozisiyasına görə təriflənir, Vivo isə daha canlı nəticələr verir, Huawei isə daha balanslaşdırılmış detal və rəng təqdim edir. iPhone 17 Pro gecə çəkilişlərində yüksək detallar çəkməklə sələfini üstələyir. Videoya gəldikdə isə vəziyyət tərsinə çevrilir. iPhone 17 Pro 171 xalla bütün rəqiblərini üstələyir. Sınaqlar çətin işıqlandırma şəraitində belə cihazın ardıcıl ekspozisiyasına, dəqiq ağ balansına və hamar HDR performansına görə yüksək qiymətləndirilib. Onun yeni 48 megapiksellik telefoto obyektivi də periskopla təchiz edilmiş rəqiblərini üstələyən güclü hibrid böyütmə performansını təqdim etdi.